Salam dəyərli abituriyentlər, müdavimlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Azərbaycan Sasanilər dövründə. Burada söhbət həm Atropatenadan, həm də Albaniyadan gedir. Hələ eramızdan əvvəl 2-ci əsrdə Parfiya dövləti zəifləyirdi. Bunun səbəbi keçən mövzumuzda dediyimiz kimi Roma-Parfiya müharibələri idi. Parfiya dövləti zəiflədiyi bir zamanda müstəqillik meylləri asılı olan ölkələrdə artdı. Yəni, müstəqil olmaq arzusu ilə asılı ölkələr nisbətən sərbəst davranmağa, biraz azadlıq meyllərini artırmağa başladılar. Bunu görən Parfiya dövləti, Parfiya imperiyası elə ki, biraz daxili məsələləri yoluna qoydu, həll elədi. Ondan sonra dərhal konkret addımlar atdı. Belə ki, həmin asılı ölkələrdə yerli hökmdarlara son qoydu. Yəni, yerli sülalələri hakimiyyətdən aldı. Yerinə Arşakilərdən, Parfiya Arşakilərindən hökmdarlar təyin etdi. Söhbət burada əsasən Azərbaycan torpaqlarında Albaniyadan gedir. Albaniyada artıq 1-ci əsrdə Arşakilər hakimiyyətə gəldilər. Yəni, Parfiya əsilli sülalə. Amma Atropatena biz bilirik ki, artıq tamamilə Parfiya dövlətinin tərkibinə qatılmışdı eramızın əvvəllərində. Yəni 1-ci əsrin əvvəllərində və artıq Parfiya hökmdarı ilə Atropatenanı da idarə edirdi. Sadəcə ora canişin təyin edirdi. Demək, bu ərəfədə, yəni artıq Parfiya dövlətini bizim eranın 2-ci, 3-cü əsrinə keçidində kəskin zəifləməsi nəticəsində, daxili çəkmələr nəticəsində istifadə edən Sasanilər nəslinə mənsub olan Ərdəşir Babəkan 224-cü ildə Parfiya sülaləsinin hakimiyyətinə, yəni Parfiya dövlətinə son qoydu. 226-cı ildə, yəni ondan 2 il sonra Sasanilər dövlətini yaratdı. Sasanilər dövləti. 651-ci ilə qədər Sasanilər sülaləsi, Sasanilər dövləti imperiyası mövcud olub, çox nəhəng bir imperiya olub. 226-cı ildən 651-ci ilə kimi davam edir. Ərdəşir Babəkan özünü şahlar şahı elan etdi. Çünki nisbətən kiçik ölkələri, tabi olan ölkələrin rəhbərləri şahlar adlanırdı. Şahənşah da həmin şahların şahı mənasına gələn bir söz idi, bir titul idi. Sonra 227-ci ildə, yəni Sasanilər imperiyasının dövlətinin yaranmasından bir il sonra 227-ci ildə Atropatena Sasanilərin tərkibinə qatıldı. 262-ci ildə Albaniya Sasanilərin tərkibinə qatıldı. Bu haqda geniş, nisbətən bir neçə abzas sonra danışacağıq. Deməli, 227-ci ildə Atropatena, 262-ci ildə Albaniya Sasanilər imperiyasının tərkibinə qatılır. Atropatena, deməli, Sasanilərin tərkibinə qatılan kimi Adurbadagan adlandırıldı. Yəni, odun himayəsində olan ölkə mənasına gəlir. Atropatenanı, yəni Adurbadaganı Mərzbanlar idarə etməyə başladı. Və o, Sasanilərin şəhərlərindən biri idi. Şəhər, deməli, bir növ ölkə mənasına gəlir. Yəni, tabiçilikdə olan ölkə mənasına gəlir. Bu dönəmdə, yəni 3-cü əsrdə, deməli, ictimai, siyasi proseslərin bu gərgin vaxtında elə yeni bir quruluş cücərməyə başlamışdı. Bu da feodalizm quruluşu idi. Deməli, feodal münasibətləri bizim eranın 3-cü əsrindən başlayaraq yaranmağa başladı. 3-cü əsrdən. Deməli, burada nə idi? Əsas məsələ 3-cü əsrdə feodal münasibətləri yarananda, həmin dövrdə, yəni feodalizmin Azərbaycanda ilkin mərhələsində dövlət mülkiyyəti əsas idi. Çünki torpaqların əksəriyyəti dövlətin idi. Getdikcə sonralar biraz vəziyyət dəyişəcək, yəni feodalların daha çox təsiri, nüfuzu artacaq. Feod torpaq adlanırdı. Feod nə idi? Deməli, hökmdar xidmət müqabilində, həm hərbi xidmət, həm mülki xidmət müqabilində öz ətrafına, əyanlara, vəzifəli şəxslərə torpaqlar paylayırdı. Şərti formada torpaqlar paylayırdı. Həmin torpaqları
həmin torpaqda yerləşmiş əkinçilərlə bir yerdə paylayırdı, deməli öz ətrafına. Bu paylanan bu torpaq hissəsi feod adlanırdı. Onu idarə edən mülkədar isə feodal adlanırdı, feodal. Deməli, Azərbaycanda nə dedik? 3-cü əsrdə feodal münasibətləri yaranmağa başladı. 6-cı əsrdə inkişaf etdi, artıq özünü formalaşdıran bir dövrə gəlib çatdı və sonra deyəcəyik ki, 6-7-ci əsrlərdə tam bərqərar oldu. Deməli, bu zaman icma üzvləri asılı kəndlərə çevrilirdilər. Niyə asılı kəndlərə çevrilirdilər? Çünki feodallar tərəfindən icma torpaqları zəbt olunurdu. O icma torpaqlarında yaşayan kəndə də feodaldan asılı deməli kəndiyə çevrilirdi. Amma təhkimli kəndiyə çevrilmirdi. Avropada klassik feodalizm olan ölkələrdə kimi belə deyildi. Yəni bizdə təhkimçilik yox idi. İqtisadi asıllıq var idi feodaldan. Deməli, bu zaman Sasanilər fars dilli tayfaları Azərbaycanın şimalına köçürdürdülər. Elə bu ərəfələr Sasanilər yaranandan sonra deməli Azərbaycanın şimalında həm möhkəmləmək üçün, yəni etnik dayaq yaratmaq üçün, həm də möhkəmləmək üçün fars dilliləri köçürürdü Azərbaycanın şimalında. Bu dövrdə Azərbaycan ərazisinə deməli türk dilli tayfaların ikinci böyük axını olur. İkinci böyük axını. Bunlar hansılardır? Hunlar, Barisillər, Bulqarlar, Sabirlər və Xəzərlər və başqaları. Bu türk dilli tayfaların Azərbaycanın şimalına Dərbənd keçidi vasitəsilə axırının qarşısını almaq üçün Sasanilər Dərbənd səddini deməli inşa etdilər. Yəni Dərbənd səddinin inşası Sasanilərin adı ilə bağlıdır. Bu ikinci böyük türk axınının qarşısını almaq üçün idi. Amma bu mümkün olmadı. Yəni türklər gəlirdilər. Bu ikinci böyük axında artıq türk dili vahid ünsiyyət vasitəsinə çevrildi. Sonra Azərbaycanda vahid xalqın yaranma prosesi sürətləndi. Dil birliyi də bunun əsasını təşkil edirdi. Çünki bu vaxtı Azərbaycan ərazisində dil birliyi, vahid dil birliyi yaranmışdı. Atropatenada təbəqələşmədən danışacağıq. Deməli, Atropatenada hansı sosial təbəqələr var idi? Öncəliklə bildirim ki, hakim təbəqə. Bu hakim təbəqəyə daxil idi. Kahinlər, döyüşçülər, məmurlar. Bunlar vergidən azad idi. Baxın, hakim təbəqə vergidən azad idi. Hansılar idi? Kahin, döyüşçü, məmur bu təbəqə. Və dördüncü təbəqə isə, yəni bu birinci təbəqə idi, ikinci təbəqə, üçüncü təbəqə, dördüncü təbəqə isə vergi verənlər təbəqəsi idi. Vergi verənlərdə də kəndlilər, sənətkarlar, tacirlər var idi. Əsas ümumiyyətlə vergi bu təbəqədən yığılırdı. Kəndlərdən, sənətkarlardan, tacirlərdən. Bunlar da bir yerdə vergi verənlər təbəqəsi adlanırdı. Kəndlilər Sasanilər dönəmində Atropatenada əsas istehsalçı təbəqə idi. Yəni, dördüncü təbəqənin bir üzvüdür deyək kəndlilər, əsas istehsalçı, deməli, sakinlər, belə deyək, kəndlilər idi. Kəndlilər Avropadan fərqli olaraq təhkimli deyildi. Təhkimçilik, Azərbaycanda təhkimçilik yox idi. Vergi natural formada idi əvvəllər, sonralar pul vergisinə də keçəcək və mükəlləfiyyətlər icra olunurdu. Eyni zamanda bu feodal üçün icra olunan mükəlləfiyyətlərdən əlavə olaraq yol salınması, körpülərin çəkilməsi, hər hansı bir bəndin, su bəndinin tikilməsi, ambarın tikilməsi, bu kimi məsələlərdə hamısında işçi qüvvəsi ilə kəndlilər idi. Sasanilər dövründə Atropatenada, ümumiyyətlə Azərbaycanda Sasanilər dövründə iki torpaq mülkiyyəti çox əsas idi. Bunlardan hansı idi? Dəstəkert və Xostak. Dəstəkert irsi torpaq mülkiyyəti forması idi. İrsi. Yəni, atadan oğula keçirdi. Xostak isə şərti torpaq mülkiyyəti idi. Yəni, bu xidmət müqabilində verilir və o xidmət icra olunana qədər deməli, sahibində olurdu. Əgər həmin adam həmin xidməti icra edə bilmirdisə, o ondan alınırdı. Bu xostak idi.
İki növ vergi var idi. Xaraq vergisi, gezit vergisi. Xaraq, gezit. Xaraq vergisi torpaq vergisi idi. Əvvəllər natural formada alınırdı. Ümumiyyətlə biz elə bunu natural formada görürük. Sonra baxarıq deməli pulla alınan vergiyə. Gezit can vergisi idi. Gezit can vergisi. Xaraq torpaq vergisi, gezit can vergisi. Hansı ki bunlar deməli atəşpərəstlik qəbul etməyənlərdən alınırdı. Demək, bu zaman Sasani zülmünə qarşı bir sıra hərəkatlar mövcud olmuşdur. Onların içərisində maniçilik çox önəmlidir. Manilik təlimi və ya maniçilik. Deməli, bizim eranın 3-cü əsrində Mani yaşayıb, maniçiliyin peyğəmbəri sayılır, rəhbəri sayılır və Sasani zülmünə qarşı mübarizə aparırdı, amma bunu çox dinç formada aparırdı. Gələcəkdə məzdəkilər hərəkatına böyük təkan vermişdi. 481-529-cu illərdə, dəyərli yoldaşlar, 481-529 məzdəkilər hərəkatı baş verir. Məzdəkilər. Məzdək də elə bu təlimin rəhbəridir. Ədalətli cəmiyyət qurmaq uğrunda, əmlak bərabərliyi uğrunda mübarizə aparırdı. Deyirdi ki, cəmiyyət ədalətli qurulmalıdır, əmlak bərabər bölünməlidir, yəni varlılardan alınmalıdır, kasıblara verilməlidir, hamı bərabər yaşamalıdır. Demək, məzdəkilər təlimi dediyimiz kimi maniçilikdən başlanğıc götürür, onun təsiri ilə formalaşır. Maniçilikdən fərqi var idi amma məzdəkilər nə idi? Məzdəkilər inanırdılar ki, sonda xeyir şər üzərində qələbə çalacaq və bunun üçün mübarizə aparmaq lazımdır. Yəni, sonda qələbənin çalınması və mübarizə yolu məzdəkilərin manilərdən fərqi idi, maniçilərdən fərqi idi. 1-ci Qubad Sasani hökmdarıdır. 488-531-ci illərdə hakimiyyətdə olub. 488-531, 1-ci Qubad. 1-ci Qubad əvvəlcə məzdəkilərdən istifadə elədi. Onların təlimi, məzdəkilərin təlimi 1-ci Qubadın dövründə genişləndi. Amma 1-ci Qubad əyanlar tərəfindən hakimiyyətdən salındı. Çünki bərabərlik onlara xoş deyildi. Onların əmlakı var idi. O əmlakı onlardan alıb, deməli, əhaliyə, kasıblara paylanması bu əyanlar tərəfindən qəbul edilmirdi. Və bu vaxtı 1-ci Qubad məzdəkin məsləhəti ilə ambarları açmışdı, əhaliyə taxıl da paylamışdı. Bütün bu baş verənlər əyanları bir araya gətirdi, onlar 1-ci Qubadı hakimiyyətdən saldılar. Yəni, Şahənşah 1-ci Qubadı hakimiyyətdən saldılar. Amma 1-ci Qubad ki, ikinci dəfə hakimiyyətə gəlir, hakimiyyətini bərpa edir, onda artıq məzdəkilər ona lazım deyildi və məzdəkilərə divan tutur, məzdəkdə edam olunur. Yəni, əvvəlcə onlara kömək edir, sonra onları deməli, məğlub eləyir və onları, belə deyək, hərəkatı yatırdır. Zərdüştlükdən biraz danışacağıq. Zərdüştlük dini haqqında Atropatena mövzusunda geniş tərkibli izah vermişdik. Sadəcə 1-2 məlumatı da burada tamamlayaq. Deməli, Sasanilər dövlətində hakim din idi, rəsmi hakim din idi. Eyni zamanda da Atropatenada. Çünki Atropatena Sasanilərin tərkibində idi. Hakim din idi. Atropatenada da geniş yayılmışdı. 1-ci Şapur, yəni Sasanilərin ikinci hökmdarı, 1-ci Şapur, 241-272-ci illərdə hakimiyyətdə olub, 31 il hakimiyyətdə olub. 1-ci Şapur belə bir əmr verir. Əmr verir ki, atəşpərəstliyi zorla yayın. Bütün Sasanilərin ərazisində atəşpərəstlik zorla yayılmalıdır, rəsmi bir əmr verir. Bu zaman atəşpərəstlərin, yəni Zərdüştlüyün baş kahini hökmdardan sonra ikinci şəxs idi. Yəni səlahiyyətinə baxa, hökmdardan sonra ikinci şəxs Zərdüştlüyün baş kahini idi. Adurgüşnasp. Bu, deməli, Od məbədinin adıdır. Od məbədinin Sasanilərin dövründə Zərdüştlüyün mərkəzi əsas Od məbədi. Harada yerləşirdi? Qazaka şəhərində. Qazaka haraydı? Atropatenanın keçmiş paytaxtı Qazaka şəhəri. Bu Od məbədi, yəni Adurgüşnasp məbədi
indiki Cənubi Azərbaycan ərazisində Təxt-i Süleyman deyilən yerdə yerləşir. Burada Sasani şahları vaxtilə tac qoyma mərasimi keçirdirdilər. Nə vaxt? Novruz bayramında. Baxın, Novruz bayramı bax oradan gəlir. Novruz bayramında Sasani şahları gedirdilər Qazakaya, Adurgüşnas məbədində taclarını qoyurdular başlarına, özlərini rəsmən şah elan edib geri qayıdırdılar. Bir də bu dövr üçün feodalizmini biraz Avropa feodalizmindən fərqləndirək. Deməli, feodalizm Azərbaycanda necə idi, Avropada necə idi? Diqqətli olaq. Azərbaycanda 3-cü əsrdə yaranmağa başlayıb demişdik, 19-cu əsrin ikinci yarısına qədər davam edir. 3-cü əsrdə yaranmağa başlayır, 19-cu əsrin ikinci yarısına kimi davam edir. Yəni, tez başlayır, gec bitir. Bu zaman Azərbaycanda kəndli şəxsən asılı deyildi. Biraz öncə dedim. Yəni, təhkimli deyildi, şəxsən asılı deyildi. Feodaldan ancaq iqtisadi asıllığı var idi. Yəni, ərzaq asıllığı da belə deyək var idi. Feodalın da Azərbaycanda xüsusi təsərrüfatı yox idi. Bu işi dövlət qururdu. Yəni, suvarma kanalları, suvarma sistemləri, geniş tərkibli əkin-biçin deməli, təşkil olunması bunlar dövlətin proqramı idi. Yəni, feodal xüsusi təsərrüfatı yox idi. O öz torpağını kəndlər arasında bölürdü, onlara əkdirirdi və onlardan məhsulun bir hissəsini alırdı. Yəni, özünün təsərrüfatı yox idi, özü o işlə məşğul deyildi. Amma Avropada feodalizm 5-ci əsrdə başlayır, 17-ci əsrin ortalarına qədər davam edir. Yəni, Azərbaycandan gec başlayır, tez bitir. Burada, yəni Avropada kəndli həm iqtisadi cəhətdən, həm də təhkimli idi. İqtisadi cəhətdən asıllığı var idi, bu Azərbaycanla oxşar idi. Amma təhkimçilik əlavə olaraq, yəni şəxsi asılı idi feodaldan Avropada kəndli. Və feodalların xüsusi təsərrüfatı var idi. Feodallar öz malikanələri daxilində natural təsərrüfat qurmuşdular. Son olaraq bildirim sizə, natural təsərrüfat və natural vergi. Natural vergi məhsulla alınan vergidir. Yəni, məhsulu satıb pulunu gətirmirsən. Elə məhsulun bir hissəsini feodala verirsən. Natural təsərrüfat isə bir malikanə daxilində, məsələn, mən feodalam, mənim geniş otlaq sahələrim, əkin sahələrim, malikanələrim falan var və onun daxilində mənə lazım olan və oradakı əhaliyə, kəndlilərə lazım olan bütün məhsullar istehsal olunur. Yəni, mən onu satış üçün yox, malikanə daxili ehtiyacların qarşılanması üçün deməli, təşkil etmişəm. Bu təsərrüfat növü Avropada idi və feodalların xüsusi təsərrüfatı idi.